Salam əziz dostlar, mən Şəhriyar Nadir, xoş gördük. Əziz dostlar, videonun başlığından da görürsünüz ki, bugün mən hansı videoları izləyəcəm. Amma videolara keçməmişdən öncə istəyirəm bir şeyi bildirim ki, kanalıma dəstək olmaq istəyirsinizsə, elə indicə videonun aşağısında açıqlama bölməsində, yəni təsvir bölməsinə daxil olursunuz, videonun aşağısındadır. Oradan kanalıma dəstək olursunuz. Sonra isə nə edirsiniz? Adınızı, soyadınızı, yaşadığınız şəhəri Instagram səhifəmin direct bölməsinə yazıb göndərirsiniz. Çünki mənə lazımdır, öz təşəkkürümü bildirim. Mən cütlük səhifələrini sevmirəm. Adətən o tip səhifələri yeniyetmə, olğun yaşını keçmiş, orta yaşlı, yaşlı xanımlar da olsa, az da olsa izləyirlər. Kişilər ümumiyyətlə o tip səhifələrə maraqlı olmurlar. İzləyənlər var, amma çox maraqlı olmurlar. İzləməyənlərin də özlərindən asılı deyil. Məsələn, mən kəşfətdə qarşımıza çıxır. Çünki 100 minlərlə baxışı olan cütlük səhifələri var ki, qaça bilməzsiniz. Mütləq qarşınıza çıxacaq. Həmin səhifələr arasında ən məşhuru, ən çox izləyicisi olan, ən çox izlənilən, ən çox bəyənilən Ülvi və Fatimə cütlüyünün səhifəsidir. Onlara məxsus qarşıma çıxan bəzi videoları seçib sizə təqdim edəcəm və baxaq görək gülməlidir, şitdir, yoxsa başqa cürdür. Bir şeyi etiraf edeyim ki, bəzi videoları var ki, gülmüşəm. Yəni gülmək deməyim, dodaq qaçdı belə, belə eləmişəm. Yemesem de götürürüm. Yediğimi yiyeceğim, yemediğimi apararım eve. Apara bilmediğimi zamanda yedireceğim. Götürebilmediğimi yere tökeceğim. Ahlı o 55 dolarını onlardan çıkaracağım. Bax, məsələn, bu videoda xanımın dediklərindən heç nə başa düşmək olmur. Bu videoya da 10 minlərlə insan baxıb gülüb, şərh yazıblar. Mənə çatmayan odur ki, insanlar başa düşmədiyi şeyə necə gülə bilirlər, o çox maraqlıdır. Bir şey deyim ki, səsi naziləşdirməklə gülməli olmaq demək deyil. Bu cütlük əvvəldən belə video çəkiblər. Mən deyərdim ki, əgər öz səsləri ilə çəksəydilər, bu cür tutuzdura bilməyəcəkdilər. Çünki bir çox insan diyaloqlara deyil, məhz səsin naziliyinə, yıxılmaqlara, tüpürməklərə, nə bilim, qaçmaq kimi şeylərə gülürlər. Bu faktdır. Gəlirlər bizə həmida yıllar, xalalar, güya çox sevib canı yanırlar. Əgər bir yerə getmə lazımsa, bu fəqət bizə məskən sağlığlar. Yalvarım gəlməyin, axı bizə siz, biz bezmişik hər biri, hər görürsüz. Arada bir əşkəy mi getirsiniz, söz deyinə bilmirik ki, su gedirsiniz. Bezmişik boş-boş gülməklərdən, səhərəcə gedən qeybətlərdən, görəndə baş-boş görüşməkdən, arada bir soğuk olan sözlərdən. Bəs artıq istəmirəm, mən nəslimi tərk edirəm, bir də sizi görməyəcəm, hamıca əlvida deyirəm. Gəlirlər bizə əlvida yıllar, xalalar, güya çox sevdim canın yanına. Əgər bir yerə getmək lazımsa onlara. Bu da gözün çağı yaxınları. Bu videoda mən bildiyimə görə qohumlardan oxuyublar, yəni qohumlara nəysə söz atıblar, amma qalan şeyləri başa düşmədim. Doğrudan başa düşmədim. Yəni bunlar öz videolarını paylaşmamışdan öncə, çəkəndən sonra baxıb fikirləşmirlər ki, burada bizim sözlərimiz başa düşülür, yoxsa yox. Nə oldu Fatimə? Mənə anlattılar, nə dedilər, gəl Paris elə, Eiffel qülləsi elə. Bu Eiffel qülləsi bu dəmirə görə gəldi, mən buna verdim pulun qarşılığında, gərək buna 1000 dənə evakuator aparım Bakıya. 3 kilo sevəklə tikərəm mən buna. Mən pulumu verdim. Nağarır, uçur bu. Uçur, raketdir bu. Buna niyə mən bu qədər pul verdim buna gəlməkdir? Ki məndə nə deyirsən, mərsi boku, bilmirsən söz salam verin. Nə qədər otelimizə Fatimə? Fatimə. Baxın, bütün qızlar belədir. Əsasən də yeniyetmə qızlar. Yəni şuur altlarına işləyib ki, Paris romantik şəhərdir, ancaq oranı gedib gəzmək istəyirlər. Sanki dünyada oradan başqa şəhər yoxdur. O qədər maraqlı yerlər var. Gedənlər də peşman olurlar. Yəni bir çoxundan görmüşəm mən. Deyirlər ki, şəhərdən kanalizasiya iyi gəlirdi filan bəs məkan. Yəni bunu mən demirəm, ora gedənlər deyirlər. Mən şəxsən Azərbaycanın hansısa şəhərini Parisə dəyişmərəm. İndi bəziləri olacaq, deyəcəklər ki, orada sosial rifahı yüksəltmək üçün elə qaçıb gedərsən. Vallahi getmərəm. Quran haqqı getmərəm. Başqa yerə gedərəm. Kanadanın hansısa bir şəhərinə filan. Amma ora getmərəm. Adətən yeniyetmə qızlarda olur Paris xəyalları. Fatimə, sən burada neynirsən? Əsl işimi tapdım özü. Nəyə anam, nəyə benzin dolduram doğmalıymış. Mən neçə illərdir sənətimi səhv seçmişəm Zülvi. Mən bu doldurmaq üçün onsuz praktikam var. Ay Fatimə, nə praktika hardan var? Sən az doldurmuşam ana qarşı. Adımdan nə tez qızım 2 dəqiqə az doldurmuşam səni. İndi də maşına benzin doldurdam. Doldurmaq deyil. Mən özümü bu sənətdə görürəm. Mən gələcəyim var bu sənət.
Nə var? Doldur beni hani. Gir get buradan, içəkdə qondu dolarma. Git. Benzin dolduram. Gülmədim. Gülmədim qardaş. Gülmədim. Burada gülməli iş yoxdur. Fatimə. Sən Gəncədə nə edirsən Fatimə? Bakıdan gəlib burada nə edirsən? Birlikdə yatırım edirəm. Ay nə yatırım? Baba, bu iki iynəyi görsən, bunlar mənim maşınım. Onlarla Mustangımı satdım, bu iynəkləri aldım. Ona görə onların adlarını Məhciş qoydum. Baba, bu sənin bu tərəfdəkilər Range Rover'di. Range Rover'i satdım. Nə? Hə, bu iynəkləri aldım. Adlarını da Rəci qoydum. Baba, o tərəfdəkilər görsən çoxluq təşkil. Onlar da evimizi satdım, evin pulunu aldım. Sən nə edin? Sağacağım süddən, geləcəm ayrandan, qatıqdan. Atinadan düzəldəcəm, yaşa. Yeyib içəcəyik. Sən nə edin ay Fatimə? Hamısı sənin günahındır. O Varraliyada doğlardı. Ne olardı? Mən də qaynatam deyərdi ki, evladım, artıq yaşlandım, holdingimin başına sən geç. Keçərdin də holdingin başına. Mən neyin əylərin başına dedirəm. Mən indi sənin başıma keçəcəm. Düş aşağı Fatimə. Ay Allah, ne olar məni sınaq, pulla sınaq. Göz sına göz quturacam ya, yox, ne olar, sınaq məni, sınaq məni, istəyirəm, sınaqma. Rəniş, getdi, İzomuzda Bakıya abadım səni. Nə sonluq var, nə bir şey. Sadəcə həmin an beyinlərinə nə gəlib onu da çəkiblər. İzləyici kütləsi də böyük olduğuna görə bu video düşür bir çox insanın qarşısına, kəşfətə düşür. Ona görə də çox izlənilir. Yəni burada mənalı, gülməli heç nə yoxdur. Bu mənim fikrimdir. Dostlar, əlimdəki ananasdır. Başı yarıq ananas. Başını yarıblar ananasın içinə. Bizim naturalni soklardan doldururlar. Bunu 55 dolara satırlar. Bunların kökü kəsilməsin yazıq. Başına da belə turba qoyublar, deyə bu bunu belə qarışdırır. Adını qoyub Pin Apple Druisis. Bu nə Druisisdir? Belə Druisis olur. Hayfdır bizimkilər. 3 manat versən, 2 manat versən ananasın 2 litr sokunu verirlər. Hələ buna bax. Qıranar Alveroyedi nədir? Ondan qoyublar ki, 10 dollarda buna çıxıdıq. Biz sizi yarım-yarsız, haqq bilib gəlmirik də buralara. Bunlar şişirdən sizsiz elə. Alırsınız bunlardan, isofqalıq üçün 55 dollar verirsiniz, o da bizim kimlərinə də bu qiymətə satırlar. Mən də deyirəm, yəqin dadlı meyvə zat. Adi ananası da bunun nəyə dadlıdır ki? Dedi bunu yeyeyim. Atam var, 55 dollar pul vermişim. Bununla gələk, gecə gündüz səhər axşam qurtum için bir ay tutar. Belə də. Belə də. Ay Fatimə, nə olub sənə? Fatimə, nə olub? Allah saxladı verdi. Allahın sevimli qullarından idim. Ağac dedi düşərəm başına səhər öldü də. Mənim başıma daş yağdı. Mən dedim öləcəm Əzrail dedi yox. Mən dedim o dedi yox. Öldüm. Allah sevimli qullarından Allah nəyə yazır gəldi. Verdiyim nəzir qəbul olundu. Hansı yaxşılığıma görə ağac bədənimə düşmədi. Dəyməyim be Fatimə, az qalıb ama. Yaxşısan indi? Yaxşısan? Gedirəm onu ilə. Ay yox, bu vəziyyətdən olar. Yox, yaxşıyam. Amma maruz nə istəyirəm? Ay Fatimə. Vallahi heç nə başa düşmədim. Billahi heç nə başa Bu da mənasız video idi. Qaqa çağırdanamsan. Mən marketdən. Qaqasın çeki var. Qaqaşın çeki nə edirsən, Sofi? Mən ödəvi vuracam. Sən nə ödəvi vurasın? Bax bu biraz gülməli idi. Yəni bunu bəyəndim mən. Mən yalandan heç vaxt bir şey istəmirəm. Bunu bəyəndim mən. Həyatım, bu gün mənim ad günümdür. Amma sən gül almışam. Sevgimiz onsuz da tarixə düşüb, qoy bu güllə laf da tarixə düşək. Sevgimizi bilmirəm, amma biz bundan 100% TikTok tarixinə düşəcək. Yeni TikTok çək tərəfə. Ay həyatım, səhv olan sən hələ bir mən sifət deyilsən. Barışaq da, nə olar? Barışmıram, səhv olan səndən mən deyirəm. Amma mən neyib səhv olmuşam Fatimə? Nəsə yəni neyib səhv olmuşam? Telefonda WhatsApp-dan nizata yazmışsan ki, nizat söyür Fatimə oxuyur WhatsApp-ı. Mən sən nə vaxt WhatsApp-ı oxumuşam bilirəm ikiyə. Mən sən nə vaxt şəxsi həyatıma qarışmışam. O gün də günlüyündə yazmışsan ki, Fatiməni sevirəm, amma şəxsi həyatıma çox qarşı, bütün hər şeyimi içinə araşdırır eləyir. Mən nə vaxt şəxsi həyatıma qarışmışam səndən? Ağzında günlük deyirsən, ey Fatimə, günlük bu. O gün də getmişsən bizim Spanlindəki kravatın yanındakı, uşaq kravatının yanındakı pərdənin altındakı kombinin arasına 1000 dolları sıxışdırmışsan ki, birdən Fatimə tapıb bilirsən. Mən neyinirəm sən 1000 dolları? Neyinirəm? Bir dənə arvadıq. Bu pulu ki bizindir. Allah'ın pulumu ver, ne olur Fatimə, pulumu ver, xahiş edirəm. Mən getdim. Fatimə, Bir də ki, maşının ayaq altısının altına pul qoyma. Oxudurarlar, götürmüşəm etibarlı yerdə dax. Fatimə pulumu ver. Mən bu cütlüyə təklif eləyirəm ki, bundan sonra videoları çəkməmişdən öncə qabaqcadan içində məna olacaq bir şey fikirləşsinlər. Həm səsi naziləşdirməsinlər, təbii olsunlar. Normal öz səsləri ilə videonu çəksinlər.
Plus bir təklifim də var ki, qardaş videolarda mayka geyinməsə daha yaxşı olar. Maykanı mən belə bir hədəf kimi görmürəm, amma ki, yaxşı görsənmir. Atletik bədən olsa, hə, onda deyərəm okey, amma belə yaraşmır. Əziz dostlar, kanala dəstək olmağı yaddan çıxartmayın. Videonun altında açıqlama bölməsi var, təsviri bölməsi. Daxil olun, dəstək olun kanalıma və sonra Instagram səhifəmin direct bölməsinə adınızı, soyadınızı, yaşadığınız şəhəri və ölkəni yazın, qeyd eləyin. Videonu bəyənin, fikirlərinizi yazın, kanala abunə olun, zəng butonunu açın ki, yeni videolar yüklənən kimi ilk sizin xəbəriniz olsun. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.